başlayaq inşallah. Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Okay. Axır ki çantamda nə var videosu Azərbaycana əxlaqı ilə, namusu ilə gəlib çatdığına görə mən də çəkmək istəyirəm. Bugün mənim qarışıq gün çantamı iş eləyəcəyik. Bu mənim ən qarışıq günlərimdə daşıdığım ən böyük çantamdır. Mən gündəlik bu çantanı götürmürəm, gündəlik minik balaca çantalar götürürəm. Amma nə vaxt ki çöldə edit eləyəcəm ya çöldə uzun müddət qalacağam, onda bu böyük mami çantası mənim köməyimə gəlir. Görək çantamın içində nə var. Başlayacağım böyük şeylərdən. Bu mənim iPad-imdir. Belə. Mənim iPad-im iPad Air 5-dir. 2020-ci il seriyasıdır. Elə mən də 2020-də almışdım bunu. Mən iPad-dən notlar alıram, bəzən edit edirəm və ChatGPT ilə olan söhbətlərimi də burada aparıram. Çünki klaviaturası var və rahatdır. Bu mənim sarı dəftərim. Bu dəftərə mən səhər və axşam yazıram. Daha çox emosiyalarımı bölüşürəm, gündəlik nə baş verib onları yazıram və çox vaxt səhər yazmağı unuduram. Ona görə çantama atıram ki, yazaram çöldə. Bu mənim kaşlakom. İçində ruçkam var, flomaster var, karandaş var, bu tərs. Bu mənim şunurlarım və şunur qabım. Bütün şunurlarımı burada gəzdirirəm. Çoxu indi evə dağılıb. Ona görə bir dənə var içində hal-hazırda. Bu mənim hard diskim. Toshiba 1 TB-dır. Edit eləyəndə bütün fayllarım bunun içində olur və ona görə bunun üstündə gəzdirirəm. Burada da çeviricisi var çünki iPad-imin girişi ancaq Type-C-dir və mən məcburam USB to Type-C işlətməyə. Gəlirəm hekayəsi olan bir əşyaya. Bu mənim Sony Cybershot-ım. Mən 2-3 il müddətində digital kamera işlətmək istirdim. Hələ digikamlar yayılmamışdı Azərbaycanda. Belə olurdu, mən nəyə əlimə atıram? 1-2 aya, yox 1 ilə maksimum başlayır yayılmağa, sonra peşman oluram. Amma buna əl çəkmədim. 2-3 il müddətində bunu istəyirdim və bunun 2 ilində mən işləmirdim. Hələ ümumiyyətlə iş karyerama başlamamışdım. İlk iş ilimdə dedim ki, mən alacağım da bunu. Həmin ildə Rəşadla görüşdüyümüz, tanış olduğumuz Ərifə idi. Rəşad öz maaşının yarısı ilə bunu almışdı. Onda da maaşımız çox deyildi. Ona görə bunun məndə xüsusi anısı var. Çox işlətməsəm də çox sevirəm. Təşəkkürlər Rəşadcığım. Sonra mənim mausum. Bununla desk klaviaturası da var. Burada da əslində görünürsə bilmirəm. Amma onu üstümdə gəzdirmirəm. Bu kameradan nəyisə telefon atmaq istəyəndə istifadə etdiyim çeviricidir. Hair clip post. Qara. Bu mənim iPad-imin qələmidir. 2-ci nəsil iPen. Bunu da not alanda istifadə edirəm. Əvvəllər mənim bütün karyeram bu qələmdən ibarət idi. Mən əvvəl oyun dizayneri idim. Daha doğrusu oyun artisti idim. Yəni oyunda gördüyünüz görsəlləri çəkirdim, daha çox 2D olaraq. İndi isə həmin danışdığım keçmiş həyatımdan bir parçanı sizə bölüşürəm. Bu qələmdən sonra ikinci şeydir məndə qalan. Mənim PSP-im. Bu PSP 3000-dir. Bunu da mən çox istəyirdim almağı. Rəşad mənə hədiyyə eləmişdi. Turan və Rəşad gizlicə hazırlayıblar bunu. PSP məlum çox tez-tez tapılan bir şey deyil, çünki çox köhnədir. 2000-ci illərin əşyasıdır. Tapılsa da yaxşı vəziyyətdə olmur. Onu götürüb modifikasiya eləmək lazımdır və s. Turanla Rəşad eləmişdi və hədiyyə eləmişlər mənə. Bu mənim açqı qabım. İçində də açqım olmalıdır. Əgər içinə qoymuşamsa. Bəli. Mənim açqım. Üstündə belə tigrovi detallar var. Və artıq çantamın sonuna doğru yaxınlaşırıq. Seçdim mənim lip kombolarıma. Bu mənim dodaq qələmimdir. Revolution Satin Kiss Lip Liner V314A. Bu mənim lip glossumdur. Bu da Revolution'dur. Adı Berry Lustre gedir. Nömrəsi də W192-dir. Bunu mən çox sevmirəm əslində. Bu çox yapışqan bir lip glossdur. Amma rəngi və duruşu çox qəşəngdir və zərlidir. Amma önərmirəm yenə də. Bu mənim
lip balmımdır. Nivea'dır və Blackberry rəngidir. Berry də gedir. Bundan amma mən Azərbaycanda çox axtardım, çünki mən bunu Polşada olanda almışdım, amma Azərbaycanda tapa bilmədim, heyif ki. Bu çox rəngli bir lip balmdır. Bayağı belə bardov rəngdir. Hal-hazırda dodağıma vurmuşam, yəni karandaş və bu var dodağımda, başqa heç nə yoxdur. Və çantamdakı son əşyamıza gəlib çatdıq. Bu mənim ətir qabımdır. Hətta bunun içindəki ətir mənim bitmiş olan ətrimdir. Artıq son damcılar qalıb bunun içində. Bu isə mənim sevimli charmımdır, dişsiz. Və belə. Çantamızın sonuna gəldik. Çantamı sizinlə bir də bölüşüm. Çox sevirəm bu çantanı. Alanda ağlayırdım ki, bunun qulpları çox uzundur, amma əmin olun ki, ağır sumka daşıyanda şükür edirsiniz ki, yaxşı ki, uzundur bunun qolları. Belə ümid edirəm xoşunuza gəldi. Gələn videolarda görüşərik. Hələlik.